Və biz davam edirik. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Həftənin ilk günü, yeni həftəmiz hər kəsə xeyirli, uğurlu, ruzulu, bərəkətli, ən əsası sağlamlıq dolu keçsin və təbii ki, bizim də sizin sağlamlığınıza bir qatqımız olacaq. Çünki çox dəyərli həkim qonaqlarımız var bugün də və artıq elan etdim, onu studiyamızda görürük. Dəyərli tibbi, onkoloq, immunoterapiya üzrə mütəxəssis Pərvanə Rüstəmova bizlə bərabərdir. Bu gərgin qrafikində bizə də yer ayırdığı üçün təşəkkür edirik. Pərvanə xanım, xoş gəlmisiniz. Çox sağ olun Günay xanım. Həqiqətən dünənki 8 mart təlaşı, bir içimizdə sevinç var idi, istər-istəməz. Sevdiklərimizi təbrik etmək, bayramlaşmaq çox gözəldir. Qadınları gözəl görmək çox gözəldir. Hələ onların sağlamlığı üçün çalışdığın zaman xəstə hallarında belə gözəl görünməyə çalışan qadınları, əzimli qadınları görmək çox gözəldir. Hər birinə can sağlığı arzu edirəm. Burada olmaqdan çox məmnunam. Var olasınız. Mən də sizi təbrik eləyirəm və qadınlar həyatın zərif gücüdür. Ona görə hər zaman bax belə zərif, amma zəif yox, güclü olaq. Doğrudan da qadınlar çox güclüdürlər. Qadınlar çiyinlərində çox yüklər daşıyırlar. Arzulayıram ki, hər zaman xoşbəxt yaşasınlar. Təkcə ilin o 8 mart günü yox, hər gün xoşbəxt olaq və mən bilirəm ki, siz hər gün neçə-neçə xanımın xoşbəxt olmasında, sağlam olmasında bir vasitəçisiniz. Göydə Allah, yerdə sizin kimi dəyərli həkimlərimiz. Mən açıq etiraf eləyəcəm. Pərvanə xanım buradadır deyə üzünə söyləmirəm. Bu elə bir sahədir ki, hər birimizin ailəsində, nəslində bu xəstəliklərə yoluxan insanlar var. Çox təəssüf ki, ilbəil bu xəstəliklərin də sayı artır və ATV telekanalında çalışan bir çox həmkarlarımızın yaxınları, doğmaları, qanı bir, canı bir valideynləri, bacı qardaşları, xalası qızı, əmsi oğlu, bax belə doğmaları hansı ki, Pərvanə xanıma müraciət eləyirlər və hər dəfə Pərvanə xanım studiyamızın qonağı olanda gəlirlər bizim o studiyamızın qapısından boylanırlar ki, mənim anamın həkimi, mənim atamın həkimi, mənim bacımın həkimi, mənim qardaşımı həyata qaytaran həkim. Bu mənə çox xoşdur. Çünki sizə bir güvən hissi var. İnsanlar sizə inanır və nəticələr ürəyə açandır. Çünki xərçəng deyəndə çox zaman insanlar çox qorxurlar, amma qorxmağa dəyməz. Biz xəstəlikdən yox, gec qalxmaqdan, gec qalmadan qorxmalıyıq. Vaxtında həkimə müraciət etməliyik. Çünki bu xəstəlikdə də vaxtında edilən müraciət və düzgün diaqnoz can qurtarır. Doğrudur, həqiqətən elədir və biz bəzən kolleqalar arasında özümüz danışırıq ki, bizim sahə çox da üz güldürən sahə deyil əslində onkologiya. Əksər hallarda bizdən asılı olmayan səbəblərdən neqativ nəticələr də ola bilir, amma kiməsə də faydalı bir toxunuş edə biliriksə, həyatında, ömründə bir gün, bir ay, bir il uzanmağına vəsilə ola biliriksə, bu həkimin uğurudur, bugünkü tibbin uğurudur və həqiqətən çox-çox doğru nöqtəni vurğuluyursunuz ki, onkologiyada bugün əsas diaqnozdan yox, diaqnozun qoyulma vaxtı xəstəliyin mərhələsindən qorxmalıyıq. Çünki istənilən adda diaqnozun erkən mərhələsində şanslarımız çox-çox fərqlidir, gecikmiş mərhələdə daha fərqlidir. Ona görə də burada hətta bayram günü belə, bu cür pozitiv bir gündə belə biz xərçəngdən danışaraq bu işin neqativ detallarını yox da məhz zamanında gəlinərsə alına biləcək müsbət nəticələri vurğulamaq istəyirik. Çox doğru və bugün statistikaya görə hər il milyonlarla qadının yoluxduğu bir xəstəlikdən, süd vəzi xərçəngindən danışacağıq. Yenə məqsədimiz bizim dəyərli Pərvanə xanımın söylədiyi kimi qorxutmaq deyil, insanları məlumatlandırmaqdır. Çünki elə xəstəliklər var ki, orada vaxt çox önəmlidir. Bir gün belə önəmlidir, bir saat belə önəmlidir və əgər insan bu problemi özündə duyub həkimə müraciət edəcəksə, nə xoş bizə. Çünki o insan yaşayacaq. Biz isə bunu istəyirik. Hər birinizə can sağlığı arzulayırıq. Sevindirici məqam ondan ibarətdir ki, süd vəzi xərçəngində də erkən aşkarlandıqda və doğru müalicə üsulu seçildikdə nəticə gözəl olur. Bax, neçə-neçə xəstəniz var ki, süd vəzi xərçəngindən sağalıblar. Dünən biz Lənkəranda xəstə qəbulundaydıq. Bəli, necə keçdi doğrudan? Çox gözəl, yüksək səviyyədə. Salamlayırıq onu da. Əziz dostumuz Günel Qəmbərova ilə birgə, belə deyək, regionun, zonanın, onların böyük əməyi olan First Medicalda dəyərli Rüfət Əlizadənin bizə yaratdığı şəraitdən istifadə edib neçə-neçə qadınlarımızı müayinə elədik. Kifayət qədər müraciət var idi və orada mənim bir xəstəm var idi. Sevinç xanım tam 5 ildir. Həm süd vəzi, həm yumurtalıq xərçəngindən əziyyət çəkir. Paralel biz bu iki xəstəliyi elə idarə edirik hal-hazırda. Baxmayaraq ki, ağciyərdə maye taplanması oldu, baxmayaraq ki, sümük zədələnməsi oldu, amma 5 ildir bu adam müəllimədir və işini davam edir. O bir nümunədir. Onu biz necə paylaşdıq ki,
burada məqsəd nədir? Yəni xəstəlikdən sağalmaq, xəstəliyi idarə etmək, xəstəliyi nəzarət altına almaq mümkündür. Bu gün necə ki, kimsə şəkərli diabet və ya hipertoniya xəstəliyi diaqnozu qoyulanda artıq qorxmur, bilir ki, özündən asılı çox nüans var. Xəstəliyini idarə etmək üçün bəzi amillərə əməl edəcək və bu gün süd vəzi xərçəngi artıq xroniki idarə olunan bir patologiya halına gəlib çıxmaq üzrədir. Burada yenə də bəzi faktorlar var ki, bütün qrupları %100 əhatə eləmir, amma %95% halda bugün bütün süd vəzi xərçəngi xəstələrimiz 5 ilini rahat yaşaya bilir və daha sonrasını da daha rahat yaşayır. Onkologiyada belə bir ifadə var, ilk 5 ili rahat keçdinsə, sonraki illər daha rahat, daha uğurlu, daha asan idarə olunan olur. Ona görə də yəni əvvəllər xərçəng üçün bu rəqəmlər çox inanılmaz səslənirdi. Fantastik görünürdü. Bugün hətta gecikmiş mərhələ xərçəngdə belə biz 5 ili rahat yaşaya biliriksə xəstə ilə bərabər, bu özü böyük uğurdur. Doğru vurğuladınız, həqiqətən də hər il Ümumdünya Səhiyyə Təşkilatı bilgi verir ki, 2 milyon yarım, 2,7 milyona yaxın xanım süd vəzi xərçəngi diaqnozu ilə ilkin qeydə alınır və buradan bir sevindirici hal odur ki, yalnız belə deyək ki, 1% ölüm halları qeyd olunur. Çox gecikmiş və yaxud da ki, çox nəzarətdən buraxılan xəstə qrupunda bu 600 mini keçmir. Bu biraz digər xərçənglərlə müqayisədə daha ümidverici rəqəmlərdir. Əvvəllər bütün dünyada xərçəng statistikasında ağciyər xərçəngi bütün insan arasında birinci yerdə idisə, artıq məhz qadınlarda olan daha böyük faizlə süd vəzi xərçəngi birinci sıraya çıxdı. Amma burada yenə də biz sevinirik, ağciyər xərçəngi ilə müqayisədə ölüm faizi daha aşağıdır və bu bizi ümidləndirir ki, həm də süd vəzi xərçəngini erkən aşkarlamaq üçün skrining, erkən müayinə mamografiyamız var və önümüzdəki illərdə bu rəqəmlər daha da enə bilər. Düzdür, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bəzi proqnozlar qorxucu səslənir. 2030-cu, 2050-ci illərə verilən proqnozda rəqəmlərin çox artmağı gözlənilir. Bunun da ana səbəbi nədir? Artıq cəmiyyət inkişaf edir, qadınların rolu dəyişir, qadınların vəzifə öhdəliyi dəyişir. Onlar qadına məxsus xüsusiyyətlərin bəzilərini təxirə salırlar. Burada özəlliklə hamiləlikdir, burada özəlliklə süd vermədir. Bu iki detalın, amilin iş həyatına başımız qarışıb təxirə salınmağı, gecikməyi dolayısıyla və davamlı, məsələn, bir xanım 40 yaşından sonra ailə qurmağı düşünürsə, əvəzedici hormon terapiya, estrogen qəbul edir ki, daha gec menopauzaya girsin. Uzun müddət estrogen məruziyyəti özü də bir xərçəng riskini artıran fon hesab edilir. Ona görə də bu biraz cəmiyyətin inkişafı ilə bağlı bəzi detallar olsa da, amma bütün xanımlar nə edə bilər? İldə bir dəfə erkən müayinəyə gələrək bu riski özü üçün azaltmış ola bilər. Çox önəmli məqamları vurğulayır Pərvənə xanım. Mən özüm də çox diqqətlə dinləyirəm onu və xanımlarımızın ən narahat olduğu məqamlardan birini istəyirəm səsləndirim. Çünki süd vəzi xərçəngindən biz danışmışıq, toxunmuşuq az da olsa. Süd vəzisində yaranan hər kütlə xərçəng hesab olunur Pərvənə xanım? Yox, süd vəzi xərçəngi süd vəzində olan törəmələrin çox az bir faizini təşkil edir. Bu xoşbəxtlikdəndir. Yəni əlimizə gələn şişlərlə biz bir kütlə, hərəkətli, hərəkətsiz bir kütlə gördük, həkimə getdiksə, bunun 70-80% fibroadenomalar çıxacaq, kistalar çıxacaq, lipoma çıxa bilər. Yəni, xoş xassəli olan düyün strukturlu, amma xoş xassəli olan bir dəyişiklik olacaq. Az faizində, amma proqnozu daha ciddidir deyə biz xərçəngi səsləyirik. Və biz həmişə nə deyirik? Xəstə əlinə hər hansı bir kütlə gəldisə, həkimə getsin, həkim onu əmin etsin ki, bu xoş xassəli bir dəyişiklikdir. Sən ondan 10 il, 20 il, 30 ildə yaşaya bilərsən, 50 ildə yaşaya bilərsən, ömrünün sonuna qədər istəməsən ona heç bir müdaxilə olunmaya da bilər. Yetər ki, əmin olaq ki, bu xoş xassəli düyündür. Yerdə qalan, təsəvvür eləyin, 70-80% yaxşı cavab alıb evinə gedəcək xanımlar və bir də 20-30% pis olma ehtimalı olan dəyişiklik varsa, biz 70% kimi arxain olub otursaq, artıq 1 il, 2 il sonra bu xəstəliyin daha irəli mərhələsində görəcəyik. Bu gecikməyə səbəb olacaq. Ona görə də bizim birinci səsləyişimiz odur ki, ümumiyyətlə süd vəzində heç bir dəyişiklik olmadan 40 yaş üstü bütün xanımlar mütləq müayinəyə getsin.
35 yaşdan yuxarı birinci dərəcəli qohumlarında anası, xalası, nənəsi, bacısı süd vəzi xərçəngi diaqnozu və yaxud nəslində bir nəfər kişidə döş vəzi xərçəngi diaqnozu varsa, eyni nəsildə həm mədə-altı vəz, həm mədə xərçəngi diaqnozu varsa, bu insanlar da daha erkən, 40 yaşı gözləmədən müayinəyə getsin. Ümumilikdə isə süd vəzi xərçəngi aşkarladığımız zaman yaşadığımız panikanı azaltmaq üçün yenə də erkən mərhələdir. Xanım bir düyün əlləyir, yəni gündəlik müayinələrdə bunu görürük. 2-3 ay gözləyir ki, baxım o özünü necə aparır. Elə olmur axı, yəni sən bir problemi görmüsən artıq. Bir kütlə dəyib artıq. Dəyib əlinə, yəni dəyməyən müddətdə həkimə getməməyi necəsə anlamağa çalışırıq ki, eybi yox da insan da heç bir narahatçılığı olmadı, boşuna zaman sərf eləmək istəmir. O düşünür ki, bu profilaktik, skrining müayinələr mənasızdır. Ona hörmət edək. Amma sənin əlinə kütlə gəlirsə, sən nəyi gözləyirsən? Yəni, yaxşı və ya pis olmağını bilmək o qədər önəmlidir ki, yaxşıdırsa... Şübhələr hər gün axı səni içdən yiyəcək. Psixoloji rahatlayacaqsan, yaxşıdır, əmin oldun, bitdi. Burada əmin olmaq üçün də əslində çox detallar var. Vaxtımız azdır, çatdırdığım qədər deyəcəm. Xoş xassəli törəmə olduğuna əmin olmaq da o qədər asan deyil. Hə, süd vəzi kistaları biraz daha asandır. Nazik kapsullu kistaları biz asan diaqnostika edirik. Fibroadenomaların da bəlli bir xoş görüntüləri var. Ya mamografiyada, bəzən arada şübhədə qalırıq, süd vəzi MRT müayinəsi istəyirik. Amma bəzi hallarda bizim yalnız və yalnız əmin olmaq üçün üsulumuz biopsiyadır. Biz bütün biopsiya istədiyimiz xanımlarda xərçəngdən şübhələnmirik. Biz bəzi hallarda əminik ki, cavab xoş xassəli gələcək. Yalnız orada da yenə çox az qrup var ki, 4%, 5%, 10%-ə qədər risk ola biləcək və biz o riski nə xanımı, nə özümüzü həmin riskin altında qoymaq istəmədiyimizə görə bütün bu xoş xassəli törəmənin araşdırma müayinəsində bəzən final olaraq biopsiya da istəyə bilirik. Sanki əlində hüquqi pasportun olur ki, mənim törəməm xoş xassəlidir. Yəni, bundan narahat olmağa dəyməz. Əlinə də gələndə, başqa bir həkimə də gedəndə, daha çox bizə kimlər gəlir? Fizioterapiya, hər hansı bir masaj, bir prosedura getmək istəyir və orada diqqətli bir mütəxəssis ondan tələb edir. Deyir, əminsənmi bu xoş xassəlidir? Həkimin təsdiq edibmi? O hallarda yenə də sevinirik ki, ən azından kimsə xanımın müayinə olunmağına səbəb olub. Yəni, süd vəzi xərçəngini erkən aşkarlamaq üçün hər kəs diqqətli olmalıdır, hər kəs fərqində olmalıdır. Məsələn, yaşlı xanımlar gəlir, qızlarına deməyə utanırlar və yaxud qorxurlar. Özü də tək həkimə getməyə çox düşünə bilmir ki, gedim həkimə nə deyim, məni ağrıtmır. Əksər hallarda çünki süd vəzi xərçəngi ilk hallarda ümumiyyətlə ağrısız olur. Bəzən də belə bir yanlış fikir var ki, ağrımırsa deməli xərçəngdir. Yox, çox sakit, balaca kistalar var, heç bir sinirə təmas etməyən fibroadenomalar var ki, onlar da ağrısızdır. Bu xərçəng demək deyil. Bəs onda hansı erkən əlamətlərdən bilək ki, süd vəzi xərçəngi başlayıb artıq? Süd vəzi xərçəngi başlayıb bilməyimiz də erkən əlamət deyil. Yəni, ən erkən əlamət odur ki, biz ildə bir dəfə mamografiyaya gedək, əlimizə heç bir gəlməyəcəyi halda millimetrdən danışırıq. 5 millim, 7 millim mərhələdə bunu mamografik görüntüsünü alanda biz bu zaman erkən tapmış oluruq. Amma süd vəzimizdə hansı dəyişiklik olarsa bu çox ciddi siqnaldır deyə soruşsaz. Dəridə qızartı ola bilər, qabıqlanma ola bilər, portağal qabığı şəkli ola bilər, ələ gələn hər hansı bir kütlə ola bilər. Xüsusilə də hamamda yuyulan zaman sabunlu və yaş əllə süd vəzi müayinəsi çox rahatdır. Çünki sürüşkən halda sən süd vəzi strukturunu daha rahat müayinə edə bilirsən. Paylaşmışıq o müayinə üsulunu Bəli, o çox rahatdır və xəstələr orada əksər hallarda xanımlarımız bu halda əldə aşkarlayıb gəlir. Məsələn, burada özünün ayda bir dəfə etdiyi müayinədə əvvəl əlinə gəlməyən bir sərtlik ola bilər, əvvəl görmədiyi bir damarlanma ola bilər. Süd vəzi ölçülərində asimmetriya biri olduğu kimi qalır. Anadan gəlmə fərqləri nəzərə almayaq. Yəni, bəzi xanımlar var, anadan gəlmə bir süd vəzi digərindən böyükdür. Amma zamanla getdikcə ölçü dəyişirsə, bu da ciddi əlamətdir. Qanlı ifrazatın olmağı bizim üçün bir siqnaldır. Gilərdən adi, spontan, qanlı, rəngi dəyişmiş ifrazatın olmağı bir əlamətdir. Bəzən daha çox giləyə fikir vermirlər xanımlar. Orada quruma, qabıqlanma, süd vəzi giləsinə məxsus PCT xərçənginin bir əlaməti ola bilər. Düzdür, başqa dermatoloji, dəri xəstəliyi də ola bilər, amma
O xərçəngi də gözdən qaçırmamaq üçün hətta yalnız süd vəzinin ümumi quruluşuna deyil, məskiləyə də diqqətli olmalıyıq. Bəzən süd vəzində heç bir dəyişiklik olmur, qoltuq altında böyümüş bir limfa düyünü olur. Əhəmiyyətli dərəcədə böyümüş ola bilir. Və uzun müddət qalır bu limfa. Çox nadir hallarda biz hətta müayinə edirik, süd vəzində törəməni tapa bilmirik, okult gizli dediyimiz xərçəngdir. Amma qoltuq altında metastazı var. Belə hallarda ola bilir. Ona görə də süd vəzi müayinəsi və fərqindəliyi üçün xanım öz orqanizmini tanımalıdır. Ana fikir buradan başlayır. Xanım öz genetik xüsusiyyətlərini, risk faktorlarını bilməlidir. Neçə yaşında ilk menstruasiya sikli başlayıb, hamiləliyi olubmu, süd birinci dərəcəli qohumlarında xərçəng olanlar varmı? Bütün bu bilgiləri həkimi ilə paylaşır və burada çıxan risk hesablamalarına görə artıq biz bilirik ki, qarşımızdakı gələn bu düyün də nə dərəcədə şübhəli ola bilər. Bəs bax, bu süd vəzi xərçəngi diaqnozunu artıq dəqiqləşdirdiniz. Müalicə üsulunu necə seçirsiniz Pərvanə xanım? Siz həm də immunoterapiya üzrə mütəxəssissiniz. Kimyaterapiya deyək də, kimyaterapiya deyirlər indi el arasında buna. Kimyaterapiya, target terapiya, immunoterapiya, yəni müxtəlif adlarda müalicələr edirsiniz. Hansını seçirsiniz o zaman? Orada bizim istəyimizə, arzumuza, xəstənin istəyinə, arzusuna bağlı olmadan mütləq mənada bir, belə deyək də, öncə xəstəlik mərhələləndirilir. Süd vəzində bir törəmə gördük. Nə gözəl, bildik, tapdıq, artıq şükür ki, bunu ən azından adını qoya bildik. Keşke olmasaydı, amma adını qoyduq, süd vəzi xərçəngi var. Bundan sonra baxırıq, süd vəzi xərçəngi həm limfagen, həm hematogen, yəni qanla və limfa ilə yayılan xərçəngi olduğuna görə onun gedə biləcəyi hədəf orqanlara baxırıq. Baş beyinə baxırıq, sümüklərə baxırıq, ağciyərə, qaraciyərə baxırıq. Başqa orqanda, yəni ən çox metastaz verməyi sevdiyi yer. Onlar təmizdirsə, xəstəni təbrik edirik. Nə gözəl, sən deməli erkən mərhələsən. İkinci nəyə baxırıq? Qoltuq altında limfa düyünü varmı, yoxmu? Süd vəzi törəməsinin, süd vəzinin özünə müqayisədə ölçüsü necədir? Bu bizim müalicə taktikamızda, özəlliklə əməliyyat taktikasında çox önəmlidir. Xəstənin yaşı önəmlidir və süd vəzinin xəstəliyinə görə gözlədiyi nəticə önəmlidir. Bir xanım gəlir, məsələn 2 santimlik bir törəmə, iri ölçülü süd vəzi var, çox rahatlıqla məmə qoruyucu cərrahiyyə oluna biləcək. Bir xanım gəlir, çox balaca süd vəzi var, məmə qoruyucu mümkün deyilsə, bütün bu detallar ona izah olunur və ondan sonra biopsiya cavabı əlimizdədirsə, orada alt qruplar var. Süd vəzi xərçəngində bu çox önəmli faktordur. Hormon reseptorları, estrogen, progesterona baxırıq. Hər iki reseptoruna baxırıq ki, hədəfli bir müalicə verə bilərikmi və şişin bölünmə indeksinə baxırıq. Bütün bunları hesabladıq. Mərhələsini bilirik, alt tipini bilirik, xəstənin gözləntisini bilirik. Bu zaman qərar verilir. Süd vəzi xərçəngində əsas ana müalicələr, cərrahi əməliyyat, dərman müalicəsi və radioterapiyadır. Xəstə çox erkən gəlibsə, 2 santimdən aşağı şişdirsə, başqa yayılmağı yoxdursa və reseptorların hamısı mənfi deyilsə, xəstə birbaşa cərraha yönləndirilir. Bu bizim ən sevimli, ən şanslı, ən yaxşı qrupumuzdur. İkinci mərhələ yerli yayılmış, uzaq orqanlara getməyib, süd vəzindədir və yaxud qoltuq altı limfa düyününə ən yaxında yayılması var və yaxud törəmə böyükdür, amma xanım mütləq süd vəzini qorunmasını istəyir. Və yaxud da ki, hormon reseptoru pozitivdir, amma həm də hədəfə yönəlik müalicə verə bilirik. O qrup xəstələrə biz əməliyyatdan öncə neoadjuvant kemoterapiya dediyimiz bir dərman müalicəsi veririk. Orada da dərmanların seçimi bəlli bir protokolla aparılır. Xəstənin yaşına, ürək xəstəliyi varmı, yanaşı nə xəstəliyi var, riski nədir, verə biləcəyimiz müalicəyə xəstə dözə bilərmi? Bütün bu detalları, belə deyək də, bir özümüzə yol xəritəsi çəkirik ki, biz xəstəyə neçə kurs müalicə verəcəyik, hansı aralarda müayinə edəcəyik. Bütün bunlara baxandan sonra əməliyyat öncəsi kimyaterapiya alan xəstələr də şanslı qrupdur. Çünki onların da şişi kiçiləcək və sonra əməliyyata gedəcək. Bunlarla da biz çox belə pozitiv bir ruhda danışırıq, hər şey daha yaxşı olacaq, qısa bir dönəm çətinliyimiz olacaq. Bizim üçün ən çətin qrup 4-cü mərhələ, gecikmiş xəstə qrupudur. O gecikmiş xəstə qrupundakı çətinlik odur ki, onlara biz öncədən müalicənin nə qədər çəkəcəyini, nə qədər davam edəcəyini deyə bilmirik. Xəstə var ki, ilk 6 ay ərzində çox yaxşı nəticə alınır və illərlə təqib olunacaq. Yalnız bir tabletləmi, yalnız bir hormon terapiyada
buradakı seçimimiz fərqli ola bilər, iynələr ola bilər və yaxud da ki, sonraki etapı dəyərləndirmək üçün artıq o xəstə ilə biraz daha uzun yol gedirik. Pərvanə xanım bizlə bərabərdir. Tibbi onkoloqumuz, immunoterapiya üzrə mütəxəssisimiz və xərçəngin növündən asılı olmayaraq xərçəng xəstələrinin dəqiq mərhələndirilməsi, müasir protokollarla onkoloji xəstələrində genetik analizlərinin və müalicə hədəflərinin təyini ilə də məşğuldur. Söhbətimiz davam edəcək, çünki bugün Pərvanə xanımla bir Instagram paylaşımımız da olacaq. Tamaşaçıların sualları əsasında. Ona görə qaynar xəttimiz 055 254 0106-ya yaza bilərsiniz bu müddət ərzində. Hal-hazırda isə ATV Xəbərin günorta buraxılışını izləyirik. ATV Xəbərin 14:00 buraxılışından sonra dəyərli həkimimiz Pərvanə xanımla söhbətimiz davam edəcək. Sağlam gün ay davam edir. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Verilişimiz canlı yayımlanır və hal-hazırda studiyamızın çox dəyərli həkim qonağı var. Avropa və Amerika Onkoloqlar Cəmiyyətinin üzvü, tibbi onkoloq, immunoterapiya üzrə mütəxəssis Pərvanə Rüstəmova. Bir daha xoş gördük sizi, doktor. Xoş gördük Günay xanım. Sizinlə o qədər maraqlıdır ki. Qarşılıqlıdır və bu müddət ərzində də elə bilməyin ki, biz boş oturduq. Pərvanə xanım sağ olsun. TikTok canlı yayımımızda yüzlərlə insan hal-hazırda bizi izləyir. Onların suallarını bir-bir cavabladı və mən düşünürəm ki, bununla da faydalı olduq. Amma həm ATV telekanalı, həm TikTok canlı yayımı, həm də Instagram səhifəmizi də unutmayaq. Bugün Sağlam Gün Ay ATV hal-hazırda ekranlarınızda görürsünüz bizim Instagram səhifəmizi. Hər gün orada paylaşımlar edirik və yetəri qədər baxışlar olur. Mən o baxışların sayına görə bunu vurğulamaq istəmirəm. Bu mənim üçün önəmli deyil. Mənim üçün əsas önəmli məsələ odur ki, çox sayda insan görür, çox sayda insan məlumatlanır və təbii ki, xəstəliklərin qarşısını bununla alırıq həkimlərimizin sayəsində və həkimlərimiz o elmi biliklərini illər ərzində bu çəkdikləri əziyyəti elə hal-hazırda canlı yayımda onu danışırdım. TikTok canlı yayımından söhbət gedir. Deyirəm Pərvanə xanım bugün İngiltərənin Manchester şəhərinə yola düşür ağciyər xərçəngi kursuna. 10-13 mart tarixində orada olacaqsınız. Evet. Amma bu çətindir. Yəni həm buradakı işləri, həm bu konfranslar bu həkim dayanmadan öz üzərində çalışır. Daim öyrənməyə çalışır. Yenilikləri Azərbaycana gətirməyə çalışır. Bunlar hamısı çox böyük zəhmət tələb edir. Allah zəhmətinizi yerdə qoymasın. Sağ-salamat gedib qayıdasınız. Çox təşəkkür edirəm. Həqiqətən çox önəmlidir. Hər yeni bilgi, hər yeni bilik insanın ömrünə qatılan saatdır, zamandır. Bunu çox istəyirik. Var olasınız. O qədər tez-tez danışmağa öyrəşmişəm ki, burada vaxt o qədər önəmlidir. Hərdən deyirəm ki, danışığımı itirəcəm artıq belə tez-tez danışaraq. Çünki ürəyimiz doludur. İstəyirik ki, hamısını bu vaxta sığdıraq. Amma yəni bunu da anlayarsınız inşallah. Maksimum çalışırıq ki, bütün məlumatları sizə çatdıraq. Və bizim Instagram paylaşımımıza hazırdırsa bizim komandamızda mən artıq istəyirəm ki, ilk sualımızı ünvanlayım. Dediyim kimi, bugün səslənəcək suallar paylaşılacaq və sizin verdiyiniz ən aktual suallar yer alır bizim bu bölməmizdə. Və mən istəyirəm xanımların bizə verdiyi ilk sualla bax belə başlayım ki, dar alt geyimləri süd vəzi xərçəngi yaradırmı? Dar alt geyimi süd vəzi xərçəngi yaratmır, amma risk bir mühiti formalaşdırır. Qan dövranının pozulmasına səbəb olur, limfastaza səbəb olur. Bunlar isə yerli mikrosirkulyasiyanı pozaraq ola biləcək bir problemin həcmini artıra bilir. Əksər hallarda biz görürük, süd vəzi müayinəsinə gəlir, törəmə özü daha kiçikdir, dar geyimin hesabına, ödemin hesabına olduğundan daha artıq görünür. Ona görə də mümkün qədər daha keyfiyyətli, yumuşaq pambıq materiallardan və öz ölçülərində geyim geyməyə çalışsınlar. Süd vəzində kiçik kista və fibroadenomalar varsa, bax bunlar zamanla xərçəngə çevrilə bilərmi Pərvanə xanım? Süd vəzi kistaları və fibroadenomaları zamanla xərçəngə çevrilmir. Yalnız 2-4% halda bəzi kistaların divarından xərçəng inkişaf edə bilər, bəzi fibroadenomalar struktur dəyişə bilər. Bunun ehtimalı çox aşağıdır, amma mütləq mənada kista və ya fibroadenoması olan xanımlar illik nəzarətdə qalmalıdır. Bu çox vacibdir. Aha, bax siz həm tibbi onkoloqsuz, həm immunoterapiya üzrə mütəxəssissiniz. Süd vəzi xərçənginin müalicəsində immunoterapiya nə dərəcədə önəmlidir? Süd vəzi xərçənginin müalicəsində üçlü neqativ süd vəzi xərçəngi dediyimiz ən aqressiv alt tipdə immunoterapiya gələnə qədər biz çox əziyyət çəkirdik. Bu xəstələrin daha uzun yaşaması üçün əlimizdə şans az idi. Bugün ölçüsü 5 millimdən yuxarı olan, hal-hazırda əməliyyata gedə bilməyən, qoltuq altı pozitiv olan üçlü neqativ süd vəzi xərçəngi xəstəsinə əməliyyatdan öncə biz immunoterapiya 4 kurs tətbiq etməklə biz alınan tam cavabı formalaşdırırıq və tam cavab o deməkdir ki, əməliyyat materialında canlı şiş hüceyrəsi qalmayıb.
kimin ki əməliyyat materialında canlı şiş hüceyrəsi qalmayıb, bu insanların uzun yaşama şansı daha çoxdur. Yəni immunoterapiya burada möcüzəni bacardı. Daha öncə belə bir şansımız, məhz immunoterapiya tətbiq etmək süd vəzində ehtimalımız yox idi. Üçlü neqativ süd vəzində əməliyyat öncəsində hamıya tətbiq edə bilirik, üçlü neqativ qrupda. Əməliyyatdan sonra və yaxud metastatik hallarda isə orada xüsusi testlər var. O uyğun gələn qrupa tətbiq etmək olur. 28 yaşında bir xanım yazır, deyir, süd vəzimdə bəzən ağrı olur, amma heç bir kütlə hiss etmirəm. Bu xərçəngin əlaməti ola bilərmi? Biz danışdıq, süd vəzi xərçəngi əksər hallarda ağrısız olur. Ona görə ağrıya görə qorxmasın. 28 yaşında gənc xanımdır, hormonal statusu hər ay öncəsi dəyişə bilir. Həmin dövrə təsadüf edən ağrılara görə biz narahat olmuruq. Yalnız biz bir dənə ultrasəs müayinəsi keçib, əlimizdə arxayın oluruq ki, heç bir orqanik dəyişikliyimiz yoxdur. Həmin ağrılar iş qabiliyyətinə, həyat keyfiyyətinə mane olursa, o zaman yüngül bir ağrı kəsici, ağrını azaltmaq üçün gel, bunları istifadə etmək olar. Amma ağrı, yəni bu halda normal hal hesab edilir. Ailəmizdə anamda süd vəzi xərçəngi olub. Məndə də yaranma riski varmı? Süd vəzi xərçənginin irsilik faktoru 5-10% arasındadır. Yəni 100 qızın anası xərçəngi olubsa, cəmi o qızlardan 5-də xərçəngi olacaq. Bunu rəqəmi belə izah etməyə çalışaq ki, faiz olaraq hər kəs anlaya bilsin. 5-10%. Amma anamız süd vəzi xərçəngi olubsa, yaşı önəmlidir. 40 yaşından gənc olubsa, bu daha böyük riskdir. 40 yaşından sonra olubsa, burada risk azalır və biz mütləq gedib BRCA 1-2 genetik analizimizə baxdırmalıyıq. Gen riskimiz varsa, istəsək xərçəngdən qoruyucu cərrahi əməliyyat süd vəzinə yönəlik edə bilərik. Bu günlərdə məşhur bir elə aktrisanın da filmi indi sinemalarda təqdim olunur. Marağı olanlar baxa bilər. Yəni süd vəzi xərçənginin riskini azaldan Angelina Jolie əməliyyatı deyilən dəri altı mastektomiyalar, bu da genetik mutasiyası olan şəxslər üçündür. Bu mutasiya olanda hamıda xərçəng olmayacaq. Yalnız 60-80% risk təşkil edir. Ona görə də burada əməliyyat qərarını verərkən mütəxəssislə danışmaq lazımdır. Sizin edəcəyiniz nədir? İldə bir dəfə ultrasəs müayinəsi, 25 yaşdan yuxarı isə süd vəzi MRT-si 2-3 ildən bir keçərək riskinizi dəyərləndirə bilərsiniz. Artıq 35 yaşına çatanda isə illik mamoqrafiyaları keçəcəksiniz. Yəni daha yaxşı və daha yaxın təqib önərilir sizə. Amma mütləq oturub da düşünmək ki, anam xərçəng olub, məndə də olacaq, belə deyil. Yəni izah etdik, o say sizi nə qədər az gözləyir. Qorxmağa ehtiyac yoxdur, amma gec də qalmayın. Vaxtında müayinələrə müraciət edin və dəyərli Pərvanə xanımın qəbuluna yazılmaq istəyənlər üçün deyim ki, doktorumuz Ege Hospitalda çalışır. Əlaqə nömrəsini qeyd edirəm: 077 753 35 99. Xərçəng xəstələrinin dəqiq mərhələndirilməsi, müasir protokollarla onkoloji xəstələrdə genetik analizlərinin və müalicə hədəflərinin təyini haqqında bugün danışdığımız süd vəzi xərçəngi, ağciyər xərçəngi, mədə-bağırsaq xərçəngi, kimyəvi dərman terapiyası, immunoterapiya, hormonoterapiya, target terapiya ilə də bağlılığına müraciət edə bilərsiniz. Bir də xanımların ən çox verdiyi suallar sırasında ginekoloji orqanların bədxassəli törəmələridir, hansı ki onunla da bağlı və digər solid şişlərin müalicəsi ilə də bağlı Pərvanə xanıma müraciət edə bilərsiniz. Pərvanə xanım, mən sizə təşəkkür eləyirəm və bir xəbəri də unutmayaq, istəyirəm bunu siz özünüz çatdırasınız. 14 mart tarixində artıq Bakıda olacaqsınız. 14 mart tarixində inşallah 13-ü gecə qaydırıq ki, məhz sizlərin istəyi ilə çox saylı xahişləri nəzərə alaraq Türkiyədən dəvətli professor tibbi onkoloq Faysal Danənin qəbulunu bir yerdə həyata keçirəcəyik. Xərçəng xəstəliyindən əziyyət çəkən, ikinci bir həkim baxışına ehtiyac duyan, hər hansı bir müalicəsinin gedişatında narahatçılığı, narazıçılığı olan şəxslər varsa da bu müayinələrdən mütləq mənada yararlansınlar. Çünki həqiqətən professorun bu sahədə çox uzun illərə yönəlik böyük bir təcrübəsi var, böyük bir elm məktəbdir. Bizim özümüz belə ondan çox şeylər öyrənirik. Ona görə də xəstələrdən də kiminsə ehtiyacı varsa mütləq bu müayinədən faydalansın. 14 mart tarixində professor Faysal Danə ilə birgə qəbulumuz olacaq.
Uğurlar arzulayıram sizə. Təşəkkürlər. İnşallah bugün yola düşürsüz gecə İngiltərənin Manchester şəhərinə ağciyər xərçəngi kursuna. Uğurlarınız hər zaman bol olsun. Çox sağ olun. Allah sizinlə olsun. Var olasınız və Pərvanə xanım bugün dəyərli vaxtını ayırıb gəldiyi üçün bir daha ona təşəkkür eləyirəm və o insanlar ki, hal-hazırda onun nömrəsini istəyir. Bir daha vurğulayım. 077 753 35 99 çalışdığı ünvan Ege Hospital. Bilirsiniz ki, Ege Hospitalda Həsən Əliyev küçəsində yerləşir, 38 ünvanında. Qısa fasilə. Fasiləmiz bir neçə saniyəlik olacaq. Dərhal sonra çox dəyərli həkimimiz, mənim də adaşım, kardioloq, aritmoloq Günay Rəhimova bizlə bərabər olacaq. Yenə də çox maraqlı və aktual bir mövzuda danışacağıq. Diqqətiniz bizdə olsun.